Bu Polaroid'dur. Bu isə Polaroidin bizə verdiyi şəkildir. Amma gəl mərcə girək ki, sən heç bir zaman bilməmisən ki, bax bu ağ hissə nə üçün lazımdır? Bir çox insan düşünür ki, bu çərçivə sadəcə gözəllik üçündür və yaxud da ki, şəklin altında hər hansı bir gözəl bir şey yazmaq üçün. Amma əslində belə deyil. Çünki bu çərçivə olmasaydı, foto ümumiyyətlə üzə çıxmazdı. Şəkil kameradan çıxarkən iki diyircəyin arasından keçir və ən vacib proses məhz həmin anda başlayır. Ağ çərçivənin aşağı hissəsində xüsusi kimyəvi maddə olan kiçik kapsul gizlənir. Diyəcəklər bu kapsula əzir və içindəki diagent bütün foto boyunca bərabər şəkildə yayılır. Amma kimyəvi maddə sadəcə şəklin səthində yayılmır. O fotonun daxili qatlarına nüfuz edir. Çünki Polaroid şəkli əslində 20-dən çox müxtəlif qatdan ibarət mürəkkəb bir sendviçdir. Ən təəccüblüsü isə budur ki, burada kimyəvi maddələrin fəaliyyəti əvvəlcədən dəqiq şəkildə planlaşdırılmış son dərəcədə mürəkkəb bir ardıcıllıqla baş verir. Sadəcə təsəvvür edin. Kimyəvi maddələr özləri fotonun lazım olan qatlarına daxil olur. Onlarla mürəkkəb reaksiyanı başladır. Sonra isə növbəti prosesin başlaya bilməsi üçün əvvəlki reaksiyaları özü-özünə dayandırır. Və bütün bunlar nə insanın, nə də kompüterin müdaxiləsi olmadan sadəcə olaraq bax bu aparatın içində baş verir. Sizin etməli olduğunuz yeganə şey isə sadəcə olaraq bax bu düyməyə basmaqdır.